Salam, hər vaxtınız xeyir. Xırdalanda yerləşən Kitab Evin bu kafedə oldum. Həqiqətən Xırdalanın mərkəzində yerləşən Kitab Evidir. Çox şad oldum. Əks Kütüblərin Dostluğu adlı 2 cilddən ibarət olan kitabımı buraya da verdim. Kitabla bağlı oxumaq istəyən, görmək istəyən 2 nəfərin dostluğundan bəhs olunur əsasən kitab. Üzərində də görsəndiyi kimi əks 2 dənə insandır ki, bunlar dostluqlarını sona kimi davam elətdirirlər. Azərbaycan hadisələrindən bəhs edilir. Əsasən deyəndə başdan sona kimi Azərbaycan hadisələrindən danışılır və hər bir insan bu kitabı oxuyarkən özü ilə bağlı hər hansısa bir hadisəni özündə görəcəkdir. Yəni, birinci sinifə getməklərindən 40 yaşlarına kimi təxminən insanların yaşadıqlarıdır. Din, ateizm, sevgi, qədim adət-ənənələr, nə bilim, elçilik mövzusu, sinif yoldaşlar arasında münasibətlər, qrup yoldaşlar arasında olan münasibətlər və bir çox mövzulara toxunulmuşdur. Çox sağ olun, minnətdarım.